Salam dəyərli izləyicilər, bu gün sizinlə okean suyunun temperaturu və həmçinin okean suyunun fiziki kimyəvi xüsusiyyətləri haqqında testlərdə daha çox qabağımıza çıxan məlumatlardan bəhs eləyəcəyik. Suyun fiziki, kimyəvi xüsusiyyətlərinə onun temperaturu, duzluluğu, sıxlığı, şəffaflığı və s. aid olacaq. Sərt suların temperaturu ekvatordan qütbə doğru getdikcə azalacaq. Bunun da səbəbi yerin kürə formasında olmasıdır. Bu hissəyə diqqətlə fikir verirsiniz. 5 və 10 dərəcə şimal enlikləri arasında okeanlar az sahə tutur və sular çox qızır. Burada okean suyunun orta illik temperaturu 27,4 Selsi dərəcədir. Tropiklərdə isə çox günəş işığı düşür, lakin bu günəş işığının əsas hissəsi buxarlanmaya sərf olunur. Ekvatordan şimala və cənuba doğru okean suyunun temperaturu azalır. Bunu da biz dedik ki, yerin kürə formasında olması və günəş işığının isə ekvatordan qütbəyə doğru getdikcə azalmasıdır. Okeanlarda temperaturun paylanması üfüqi zonalığa uyğundur. Bu səbəbdən də izotermlərin paylanmasında meyletmə zəif olacaq. Cənub yarımkürəsində su sahəsi daha çox olduğuna görə həmin suların qızması üçün də daha çox istilik tələb olunur. Okean suyunun orta temperaturu 17,5 Selsi dərəcədir. Yadda saxlayırsınız. Okeanda tropiklərdən qütbəyə doğru getdikcə temperatur azalır, lakin sıxlıq isə artacaq. Yəni qütbələrə doğru getdikcə temperatur azalır, amma ki suyun sıxlığı okeanda tropiklərdən qütbəyə doğru getdikcə temperatur azalır, lakin sıxlığı isə artacaq. Yəni qütbələrə doğru getdikcə temperatur azalır, amma ki suyun sıxlığı artacaq. Qütblərdə okean suyu -1, -2 Selsi dərəcə temperaturda donur. Suyun 20 metr dərinliyə qədər olan hissəsində temperatur təxmini eyni olur. Mövsümi dəyişmək 100 metr dərinliyə qədər sahəni əhatə edir. Suyun qarışması nəticəsində, yəni okeanda suyun bu aşağı hissənin nisbətən biraz aşağı, yəni 100 metr dərinliyə qədər olan hissəsinin isinməsinin əsas səbəbi suyun qarışmasıdır. Yuxarıdakı, yəni üstdəki su aşağıya doğru hərəkət edir və bu qarışma aşağıdakı 100 metr dərinlikdəki suların da qızmasına səbəb olur. Okean dərinliyinə doğru temperatur aşağı düşür. 3000-4000 metr dərinlikdə okean suyunun temperaturu 2-3 Selsi dərəcədən çox olur. Dərinliyə doğru yadda saxlayırsınız. Hər 1000 metrə temperatur 2 Selsi dərəcə aşağı düşəcək. Bu haqda məsələlər var. Ona görə bunu yadda saxlamalıyıq. Dedik ki, hər 1000 metrə temperatur 2 Selsi dərəcə aşağı düşəcək. Okean dibində suyun donmasına mane olan səbəblər hansılardır? Birinci, suyun sıxlığının çox olması. İkinci, duzluluq amili və üçüncü də okean dibində çatlardan daxil olan yerin daxili enerjisi. Deməli, 3 dənə amil dedik. Suyun sıxlığı, duzluluq və okean dibində çatlardan daxil olan yerin daxili enerjisi suyun donmasına mane olur. Yəni, o hissədə demək olar ki, temperatur stabil qalır və suyun donmasının qarşısı alınır. Sıxlıq daha çox Antarktida ətrafında olan dənizlərdə daha yüksək səviyyədədir. Ən aşağı temperatur isə Norveç və Danimarka dənizlərində qeydə alınmışdır. Sakit Okeanın tropik və subtropik enliklərində suyun şəffaflığı daha yüksəkdir. Ən şəffaf dəniz kimi də Aralıq dənizi qeydə alınmışdır. Və bir də ən sonda onu qeyd edeyim ki, okean səthi nə qədər çox çirklənərsə, bu zaman burada buxarlanma da bir o qədər azalır və burada olan bioehtiyatların azalma prosesi də gedəcək.